adım cəsarətdir. Mən özüm ustayam. Burada Sibrizdə işləmişəm. Mən bir dənə xahişim odur ki, burada güclü yeyintilər var. Niyə? Yeyintilər nədir? Zəhmətkeş insanların, ustaların haqqını yeyirlər. Yəni başqa bir yeyinti deyil. Məni 5-6 nəfər usta gətirmişik, işləmişik, mənzillərini təhvil vermişik, çıxıb getmişik. Bizim pulumuzu vermirlər. Qardaş, burada nə deyim bizim pulumuzu vermirlər, bunların niyyəti nədir bilinmir. Gedib çürük, köhnə material gətirib veriblər bizə. Vurursan, divarı çiçək kimi ilə qutarmışıq, sonradan bu materiallar keyfiyyətsiz materialdır. Bunlar da sonradan göbələk verir, divarda nəsə çar təmələ gəlir. Bu boyda binanın çartın, zadın mən cavab deyirəm ki, sənin binanı mən çartın bağlayışım. İşlədiblər, qardaş, 3 dənə mənzil təhvil vermişəm, qutarmışam. Pul verməyin dərdindən fırladırlar ki, yox, heç təhvilə getməyib hələ. Qardaş, xahiş edirəm, mənim bunların bu hərəkətlər, cəmaatı gətirirlər, işlədirlər, pulun vermirlər. Bunlar öz başına alıb, başalıb gedir. Yəni ki, məni də zastavit edirlər, mən bunları vırım, öldürüb, döyüb, onda gedib mən hardan alıb pul verib get cərimə döməliyəm. Gedim türümə düşüb, mənim 3 dənə balam var. Xeyirdir. Yəni, bunların haqqında tədbir görülməlidir. Hərə bir tərəfdən gəlib, cəmaatı burada basıb işlədirlər, öz başına alıb, başalıb gedir. Yəni, istəyirlər ki, vuram. Vurmağa da duxum çatır. Elə bir pis günə salaram bunları. Burada çənəsin başını dağıdaram. Prosto, hanı, məndə o pul yoxdur. Məndə o vəsait yoxdur. Mən bura gücün, yol pulumu gücün tapıb gəlib çıxmışam mən bura. Verdimə, mən burada bir elə mənə deyirlər usta gətir, gəlmişik, işləmişik. Cəmaatın pulunu vermirlər. Mən burada borc altında qoyublar.